Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Ölkənin siyasi xülasəsini bu həftə Prezident İlham Əliyevin dilindən detalları ilə eşitdik. Dövlət başçısı Bakıda yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forumda sülh prosesindən Birləşmiş Ştatların son iki administrasiyası ilə münasibətlərinə, müxtəlif münaqişə ocaqlarına qədər suallara cavab verdi. Dövlət başçısına verilən suallar arasında sülh prosesi üstünlük təşkil edirdi. Prezident bildirdi ki, sülh sazişi ilə bağlı top ermənilər tərəfdədir. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacaq. Biz hər zaman hazır olmalıyıq. Bu həftələrdir Ermənistan tərəfinin iddialarına da bir tutarlı cavab idi. Əslində səbəb çox sadədir, çünki Azərbaycanın irəli sürdüyü şərtlər o qədər əsaslandırılıb ki, Ermənistanın onun qarşılığında irəli sürdüyü iddialar və yaxud hansısa mülahizələr çox qüvvəsizdir və gücsüzdür. Və açıq şəkildə görünür ki, Ermənistan indiki şəraitdə yalnız vaxt uzatmağa cəhd göstərir. Əslində Azərbaycanın irəli sürdüyü tələblər, yəni konkret olaraq mətndən kənar, yəni sülh müəlifəsinin mətnindən kənar tələblər mətnin tərkib hissəsidir. Paşinyandır da, onun da seçkisi var. O da anlayır ki, o nüfuzu düşür və istər-istəməz o uduzan yəni müharibə, məqlubiyyət onun boynundadır. Ona görə hər cür vırnıxır ki, imkan çərçivəsində biraz özün deyək də elə bil ki, onunla hesablaşan bir tərəf kimi təqdim etsin. Ancaq qaçası yerləri yoxdur. Sülh istəyirlərsə və Azərbaycanla əməkdaşlığı bərpa etmək istəyirlərsə, zəhmət çəksinlər, onların qabağında qoyduğu şərtləri təmin etsinlər. Dövlət başçısı Birləşmiş Ştatların eks-prezidenti Joe Biden və dövlət katibi Antony Blinken administrasiyası dövründə Birləşmiş Ştatlar Azərbaycan münasibətlərinə də toxundu. Bildirdi ki, Biden-Blinken administrasiyası dövründə iki ölkə arasındakı münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. Bizim hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin olmasının tərəfdarıydıq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman azadlığa dəstəkləmə aktının 907-ci aktı onun təsiri dayandırılırdı və hər zaman ABŞ prezidenti onun məhz qüvvəsini dayandırırdı. Lakin onlar Əfqanistandan qaçdıqda biz bunun hamısını gördük. Onlar yenidən ondan sonra həmin bunu bizə tətbiq etməyə başladılar. Belə bir ədalətsiz bir mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra kim onlara inanardı və bizim Biden-Blinken komandasına olan inanmız sıfıra gəlib çıxmışdır. Biden administrasiyasının hakimiyyətdə olduğu illərdə Ermənistanla olan münasibətlərin detallarına nəzər salaq. Biden və Blinkenin dövründə bu Paşinyan Rusiya ilə necə davranırdı? Yekəxana tədbirlərə getmirdilər, KTMT-də öz yerlərini dondurmuşdular. Xarici İşlər Naziri Mirzoyan demək olar ki, heç MDB çərçivəsində Xarici İşlər Nazirlərinin yığıncağına getmirdi. Nə oldu? Bu Trump udandan sonra getdi Vaşinqtonda, ora-bura burnunu soxdu, gördü ki, bunu qəbul edən, bununla əvvəlki dəstək qeyri-mümkündür. O saat cumdu. Putinə də zəng elədi,
xeyli tonunu da yumuşaltdı. Mirzoyan da Moskvaya o Xarici İşlər Nazirliyiyle hem Lavrovla hem o biri görüşlere gitmeye başladı. Budur da yani hiss elədi ki onun əvvəlki Washington'da dəstək qeyri-mümkün olacaq. İndi o da bəllidir ki buna USAID xətti ilə 100 milyondan çox yardım vəd olunmuşdu. Trump gələndən sonra o USAID də ləğv olunur. Əslində bu tələm-tələsik deməli müqavilə Ermənistanla imzalanan anlaşma əslində Biden-Blinken cütlüyünün edə biləcəyi son pislik idi. Yəni onlar nəticə etibarilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərpa olunmasında maraqlı deyildilər və çox yaxşı da başa düşürdülər ki, onların imzaladığı bu müqavilənin şərtlərini yerinə yetirmək mümkün olmayacaq. Yəni faktiki olaraq qənaətimə görə onlar elə artıq məğlubiyyətə uğramışdılar və çox da yaxşı bilirdilər ki, Trump administrasiyası bunu yerinə yetirməyəcək. Amma Trump administrasiyasının həm də özünü faktiki olaraq fakt qarşısında qoymaq istəyirdilər. Amma nəticə etibarilə Amerika Birləşmiş Ştatlarının prezidentlərinin istənilən sənədə veto qoyma hüququ var. Eyni zamanda bu müqavilə Ermənistanla Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanan o sənəd hansısa böyük hüquqi çəki statusuna malik deyil ki, onun hər hansı bir formada əhəmiyyəti olsun. Prezident İlham Əliyev Birləşmiş Ştatlar Azərbaycan münasibətlərinin hazırki vəziyyətinə də toxundu. Onların indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq. Və qeyd edə bilərəm ki, hal-hazırda onlarla yaxşı, çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Biz qlobal Cənubun bir hissəsiyik. Bizim qoşulmama hərəkatında güclü mövqeyimiz var. Həmin təşkilata biz 4 il ərzində güclü şəkildə sədrlik etdik. Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. Bu artıq müzakirə olundu. Eyni zamanda iqtisadi baxımdan, öz enerji sərvətləri ilə, öz ordunun gücü ilə, yəni döyüş meydanında sübuta yetirilmiş həmin bu gücə malik olan biz ölkəyik. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik. Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib yenə etməyə hazırdır. Beynəlxalq forumda çıxışı zamanı dövlət başçısı bildirdi ki, bu iki ölkənin ilk dəfə arasında baş verdiyi barışıq Türkiyə və İsrail arasında Azərbaycan burada vasitəçilik etmişdir. Bugün iki ölkə arasında baş verənlər ilk böhran deyil. Bu artıq ikinci böhrandır. Yaxın keçmişə nəzər salsaq, ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Təkcə burada Azərbaycan tək deyildir, ancaq biz aparıcı rol oynadıq. Bundan bir gün sonra The Times of Israel yazdı ki, elə həmin gün Azərbaycanda İsrail və Türkiyə nümayəndə heyətləri arasında görüş baş tutub. Bildirilib ki, Türkiyə və İsrail nümayəndələri keçirilən görüş zamanı Suriyada gərginliyin azaldılması mexanizmlərinin yaradılmasına dair müzakirələr aparılıb. Görünən odur ki, Azərbaycan artıq regional məsələlərdə də əsas platformalardan birinə çevrilib. Biz ölkəmizin ən müxtəlif istiqamətlərdə aktiv diplomatiya yürütdüyünün şahidi oluruq. Bu diplomatik fəaliyyət həm Türkiyəyə, qardaş Türkiyəyə, həm də İsrailə edilən səfərlərdə qarşılıqlı münasibətlərin inkişafı istiqamətində atılan addımlarda, verilən bəyanatlarda, açıqlamalarda nəzərə çarpır. Azərbaycan Türkiyənin müttəfiqidir. Yəni bunu cənab prezident də bəyan etdi və bunu hər kəs bilir. Türkiyə təbii ki, qardaş dövlətdir və Türkiyənin, Azərbaycanın xarici siyasətində əvəz edə biləcək hər hansı bir ölkə yoxdur, ola da bilməz. Amma paralel olaraq İsrail də
tərəfdaş ölkədir. Bu iki ölkə arasında münasibətlərin inkişafı ümumiyyətlə bölgənin təhlükəsizliyinə təminat verəcək bir aspektdir. Diplomatik kanalların açıq olması, qarşılıqlı əlaqələrin normal olması təbii ki, bir çox problemlərin qarşısını ala bilər və əslində ziddiyyətli yanaşmaları ortadan çıxara bilər. Azərbaycanın da istəyi əslində bölgədə sülhə, əminamanlığa, təhlükəsizliyə töhfə verməkdən ibarət. İndi isə Türkiyə-İsrail münasibətlərinin Suriyadakı gərginliyi haqqında söhbət hər iki ölkənin Suriya siyasətindəki toqquşmasından gedir. Məlumdur ki, Bəşər Əsədin devrilməsindən sonra Türkiyə Suriyada əsas söz sahiblərindən birinə çevrilib. Bu ölkə liderinin Türkiyəyə artıq 2 dəfə səfəri, Türkiyə rəsmilərinin bu ölkəyə tez-tez səfər etməsi də bunu deməyə imkan verir. O da məlumdur ki, Bəşər Əsədin hakimiyyəti dövründə burada əsas söz İranın idi və bu söz Əsədlə birgə tarixə bastırıldı. İsrail isə öz təhlükəsizliyini Suriyanın cənubunda Qolan təpələri boyunca təmin etməyə çalışır. Elə gərginlik də buradan başlayır. Xeyli problemlər var və birinci problem elə İsrailin Holland yüksəkliklərinin işğalı ilə bağlı. İndi ondan da uzağa gedib, əvvəl yüksəkliklər idi, sonra düşüb indi aşağısını da tutub, nəzarətinə alıb. Təbii indi fürsətdən istifadə edir ki, Suriya indi elə bir gücsüz bir vəziyyətdədir. Ora haranı istəyir, götürür, bombardıman edir, müdaxilə edir. Təbii bu, ola bilsin ki, qısa bir zaman üçün İsrail üçün hansısa bir üstünlüyü versin, ancaq uzun müddətli baxışdan İsrail üçün çox böyük problemləri vəd edir. Və təbii Türkiyədə də bu davranışı boş buraxası deyil. İndi çatdırılıb İsrailə ki, belə davranış risklidir və indi Netanyahu tək başına axı Türkiyə qarşı çıxış edə bilməz. Cümdə ABŞ-a orada isə açıq şəkildə Trump dedi ki, Türkiyə bizim müttəfiqimizdir, Türkiyə hörmətə layiq dövlətdir. Əl-əfsus da Türkiyənin prezidenti Erdoğanı özünə dost və yüksək qiymətləndirdi. Bölgənin böyük dövləti və önəmli güc mərkəzlərindən biri kimi Türkiyənin bu məsələdə öz sözünü deməyə və prinsipial mövqe sərgiləməyə haqqı var. Amma bütün bunların aradan qaldırılması və bölgədə yaşayan bütün xalqların dinc və yanaşı yaşaması üçün bütün körpülərinin yandırılmasına qənaətimə görə ehtiyacı yoxdur və bu aspektdən də münasibətlərin qurulması, formalaşması əslində mövcud şəraitdə bir çox problemlərin aradan qaldırılmasına zəmin yarada bilər. Xüsusilə də indiki həssas dönəmdə qənaətimə görə bu çox vacib faktorlardan biridir. Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Dövlət başçısının forum çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə görüşü oldu. Ən diqqət çəkən isə Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şara ilə görüşü idi. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Əhməd Əl-Şara Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirdi. O gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini vurğuladı. Bəli, bu uzun illərdən sonra liderlər çərçivəsində ilk təması idi. Danışılan mövzulardan da görünür ki, münasibətlərin gələcəyi olduqca perspektivlidir. Mahiyyət etibarilə nə tarixə, nə də mədəniyyət etibarilə uzaq bir ölkə deyil. Digər aspektdə nəzərə almaq lazımdır ki, Suriyanın indiki şərəində sekulyar inkişafı, dünyəvi inkişafı və bir sivil dövlətə çevrilməsi ilk növbədə qardaş Türkiyənin marağındadır və Türkiyənin marağında olan bütün məsələlərdə şübhəsiz ki, Azərbaycanın marağında olan məsələlərdə. Bununla paralel olaraq da
Suriyada 3 milyon türkmen qardaşımız yaşayır və təəssüflər olsun ki, onlar yeni hökumətin tərkibində iştirak etmirlər. Düşünürəm ki, nə zamansa bu proses də başa çatacaq və öz sözünü deyəcəklər orada yaşayan qardaşlarımız. İndiki şəraitdə təbii ki, Azərbaycanla Suriyanın əlaqələrinin inkişafı bir çox aspektdən həm humanitar baxımdan, həm təhlükəsizlik məsələləri baxımından, digər aspektlərdən vacibdir. Suriya elə də uzaq bir dövlət deyil. Tarixində orada türklər yaşayıb. Özdə Azəri türklərə yaxın olan tayfalardır. Və təbii, yəni Azərbaycan Suriyaya, Türkiyə ilə yanaşı hər cür dəstək verməyə hazırdır və biz bunu elan etmişik və ora indi bizim nümayəndə heyəti də baş çəkib ki, lazımi yardımlar ki, Suriya stabilləşsin və bir dövlət kimi toparlansın, Azərbaycan o yardımları etməyə hazırdır. Və bu görüş də əslində Suriyanın indiki keçid hökumətin bir nüfuzun qaldıran bir görüşü. Unutmuşduq, amma son günlər yenidən öyrəşməyə başladıq. Müdafiə Nazirliyinin mövqələrimizin atəşə tutulması ilə bağlı xəbərlərini demək olar ki, hər gün eşidirik. Ermənistanın niyyətini araşdırmağa çalışacağıq. Sülh danışıqları sürətlənir, ancaq təxribatlar çoxalır. Özü də bütün şərti sərhəd boyunca. Yox, düşünmürəm ki, onların müharibə, belə deyək, cəsarəti tapsın. Anlayırlar ki, bu istiqamətdə hər bir hərəkat onlar üçün çox baha-başa gələcək. Sadəcə olaraq o gərginliyi nümayiş etməklə çalışırlar ki, Ermənistana himayə edən dövlətlər Azərbaycana təzyiq etsinlər ki, tezliklə o sülh müqaviləsi, yəni Azərbaycanın şərtlərini nəzərə almayaraq imzalansın. Sonra Ermənistana yardımlar davam olunsun. Həm maliyyə yardımı, həm də hərbi yardımı. Yəni bunları hamısını Ermənistan gözləyir və bunun üçün də gərək Ermənistanın beynəlxalq gündəlikdə elə bil ki, yaddan çıxmaması vacibdir. Yəni yox, hasant yolu odur ki, vaxtaşırı orada bir atəşkəsi pozmaqla diqqəti özünə cəlb etmək. Bəlli olduğu kimi atəşkəs pozulduqca ərazidə hətta sülh müqaviləsində razılaşdırsa da belə Avropa İttifaqı missiyasının qalması üçün Ermənistan tərəfi müxtəlif bəhanələrə əl ata bilər. Yəni atəşkəsin rejiminin həssas olmasını bəhanə gətirərək. Başqa aspekt isə Ermənistanın güya təhlükə qarşısında olduğunu, yəni adekvat verilən reaksiyalardan sonra təhlükə qarşısında olduğunu önə çəkərək yenidən Avropa Sülh Fondu çərçivəsində Ermənistanın silahlandırılmasına nail olmaq, maliyyə axınına nail olmaqdan ibarətdir. Yəni ənənəvi məqsəddir, prinsiplər dəyişməyib, eyni yanaşma tərzi indi özünü bir üzə verməkdədir. Ötən həftə Aşpa prezidentinin Azərbaycan və Azərbaycan prezidenti haqqında böhtan dolu açıqlamalar ilə də yadda qaldı. Rəsmi Bakının cavabı gecikmədi. Maraqlıdır, Aşpa prezidentinin niyyəti nədir? Başından çox böyük qələtlər eləyir. Onun heç bir səlahiyyəti yoxdur bu cür çıxışlar etməyə. Əslində onu qurdalayan içərisində heç də Azərbaycanın daxili siyasəti deyil. İndi o cənab prezident axı o adadakı tədbirdə Şimali Kiprın Azərbaycanın dəstəyi və biz onun tanınmaqla bağlı yanaşmasını səsləndirdi. Budur onun indi Yunan bir nümayəndəsi kimi, deputat kimi onun qurdalayan onu. O diktator axtarırsa yadına salsın o qara polkovnikları, hansılar çıxıb kütləvi şəkildə insanları küçələrdə güllə altında tuturdular. Evdən gedib çıxarıb padvallara atıb orada işgəncə verirdilər. Diktator belə olur. Ancaq indi durub özündən böyük qələtlər eləmək düşünürəm ki, nə fayda verəsidir, nə də onun dövlətinə hansısa bir, belə deyək, dividend gətirəsidir. Əslində bu təsisatlar artıq ömrünü başa vurmaqdadır. Yəni Avropa Şurası Parlament Assambleyası əslində öz mahiyyətini çoxdan itirib və elan edilən prinsiplər istiqamətində fəaliyyət göstərmir və indiki şəraitdə Azərbaycana qarşı sərgilənən münasibət onların təkcə ölkəmizlə bağlı deyil, bütün Cənubi Qafqazla bağlı münasibətlərin nəticə etibarilə kəsilməsinə zəmin yaradır. Yəni prinsipi etibarilə əgər nəzərə alsaq ki, Azərbaycan sadəcə
sadəcə Cənubi Qafqazda açar ölkə deyil, daha geniş miqyasda açar ölkədir. Bu təsisatın, eyni zamanda təsisatı idarə etməyə cəhd göstərən qüvvələrin nəticə etibarilə daha geniş regiona çıxış imkanlarında məhdudiyyətlər yaradan bir faktor kimi dəyərləndirilə bilər. Bu da qənaətimə görə nəzərə alınması vacib məqamlardandır. Keçən həftə Birləşmiş Ştatların bütün dünyaya ticarət müharibəsi elan etdiyi haqqında danışmışdıq. Söhbət dünyanın az qalıb bütün ölkələrinə tətbiq edilən gömrük rüsumlarından gedir. Artıq çalxalanmalar var. Qərar dünya ticarətinə təsirsiz ötüşmədi. Elə Birləşmiş Ştatlar ticarətinə də bu ölkənin ən böyük şirkətlərinin səhmləri durmadan aşağıya doğru enir. Rüsum siyasətinin effektiv nəticə verməyəcəyi gözlənilən idi və bunun Amerika Birləşmiş Ştatlarına da ziyan vuracağı barədə çox sayılı fikirlər səsləndirdi. Mənim qənaətimə görə bu sadəcə Trump tərəfindən strateji məqamlar nəzərə alınmaqla irəli sürülən ön iddialardır və bu ön iddialardan sonra artıq müəyyən razılaşmaların əldə olunması istiqamətində addımlar atıla bilər. Rüsum siyasətinin başqa bir tərəfi də Amerika Birləşmiş Ştatlarının artıq digər ölkələri yemləməkdən əl çəkmək niyyətindədir. Trump maksimum çalışır ki, iqtisadiyyatda olan mənfi saldonu aradan qaldırsın və Amerika Birləşmiş Ştatlarını dünyanın hegemon iqtisadi gücünə çevrilsin. Hər yerdə Birləşmiş Ştatların mallarını alsınlar, hər yerdə o üstün olsun. Buna nə dərəcədə nail olacaq, onu söyləmək çox çətindir. Amma təbii ki, dünya bir ölkədən ibarət deyil. Ayrı-ayrı dövlətlərin də iqtisadi maraqları var. Çox güman ki, qənaətimə görə hansısa razılaşmalar əldə olunacaq müəyyən zaman kəsiyindən sonra. Trump da bir addım qabağa atır, sonra bir addım geriye atır. İndi onun demək olar ki, qeyri-adi bir iqtisadi yanaşması var. Baxaq, hər halda dünya iqtisadiyyatın böyük bir böhrana da düşünülməmiş addımlar apara bilər. Ancaq hər halda hiss olunur ki, hansısa bir addımları bir demək olar ki, kəşfiyyat üçün atır. Sonra ancaq görəndə ki, yox, burada risklar böyükdür, geriyə də çəkilməyə bacarır. Ancaq hər bir halda bir talatum dünya iqtisadiyyatında yaradır və demək olar ki, o Covid'dən sonra yavaş-yavaş dünya iqtisadiyyatı elə bil ki, dirilməyə başlamışdı. Amerikanın iqtisadiyyatı kifayət qədər yaxşı templarla yüksəlirdi. Çalışsın ki, işi necə deyirlər, qaş düzəltmək əvəzinə vurub göz çıxartmasın. Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik.